Bir də məsələ həllərini eləməkdən ötürü ən sadə bir yöntəmlər deyirəm. Uşaqlar, biz 1 dəqiqədə 16 dəfə tənəffüs hərəkətləri etmiş oluruq. Buna TH deyən tənəffüs hərəkətləri deməkdir. Və hər dəfə tənəffüs hərəkətləri zamanı 5 kub santimetrə qədər hava alırıq. 16 ilə 500-ə vuranda bu eləyir nə qədərəm? 8000 kub santimetrə qədər hava. Əlbəttə ki, bayaqlar dediyim kimi rəqəmlər necə idilər? Məsələn, deyir ki, tutaq ki, 1 dəqiqədə nə qədərəm oksigen udulubdur. Siz bilirsiniz ki, 1 dəqiqədə 8000 kub santimetr əgər oksigen udulubsa, onun 21% oksigendir. Düzdürmü? 8000-in 21%-ni tapacaqsınız. Bu sizin ciyərlərinizə daxil olan oksigendir. Yox desələr ki, nə qədər oksigen qanınıza keçib, 8000-in birbaşa 5%-ni tapa bilərsiniz. Çünki 21 udub biz 16 veririk. Düzdürmü? Yəni 8000-in 5%-ni tapmaqla siz həmin müddətdə sizin ciyərinizə daxil olan, daha dəqiqdirsə qanınıza daxil olan oksigen qazının miqdarını hesablayacaqsınız. Yəni bu qədər sadə. Bir də bir şey demədim. Nəfəs yollarının həm də əsas funksiyası uşaqlar. Siz bilirsiniz ki, tənəffüs prosesi burun boşluğuna başlamalıdır. Söhbət normal halda gedir. Ağızla tənəffüs etmək əslində qətiyyən düzgün deyil. Çünki burun boşluğunun divarında çoxlu sayda qan kapillyarları ilə zəngindir. Qan kapillyarlarının funksiyası nədən ibarət idi? Burun boşluğuna daxil olmuş hava kütləsi, burun boşluğuna daxil olan zamanı orada tüklər vasitəsilə toz tutulub saxlanılır. Həm də burunun boşluğun daxilində olan deməli vəzlərinin hesabına burun seli ifraz olunur. Həmin seli toz zərrəci ilə tutulub saxlanılır və yuyub çıxardır ki, həmin toz zərrəci ilə nə etməsin? Ciyərə daxil olmasın. İkincisi, quru hava kütləsi burun boşluğuna daxil olan zamanı kapillyarların divarında olan istilik kütləsi daxil olur burun boşluğuna, havanı qızdırır. Eyni zamanda quru hava kütləsini həm də nə edir? Nəmləndirmiş olur. Yəni, ciyərimizdə daxil olmuş hava kütləsi həm tozdan arandırılır, təmizlənilir, həm qurudursa da nəmləndirilir, soyuqdursa da nə olur uşaqlar? Qızdırılmış formada daxil olur. Yəni, insanın ciyərlərinə 3 prosesdən sonra, hava həmin 3 aşamanı keçdikdən sonra ciyərə hava daxil olmalıdır. Amma əgər biz ağız vasitəsilə tənəffüs edəriksə, o 3 mərhələnin 3-ündən hava keçməmiş olur və birbaşa ciyərə daxil olduğuna görə tənəffüs orqanlarını nə yaradır? Müəyyən xəstəliklərin yaranmasına səbəb olur. Tənəffüs orqanları xəstəlikləri yenə deyirəm kitabda verilmişdir, amma adəti üzrə ən çox düşür vərəm. Vərəm bilirsiniz ki, ağciyərin deməli bakterial mənşəli xəstəliyidir, amma yadınızda saxlayın ki, tənəffüs orqanlarının özündə baş verən xəstəliklər, yəni əgər ağciyərin özündədirsə də bu aerob mənşəli bakteriyalar olur. Nəfəs yollarındadırsa da bunlar da adəti üzrə aerob mənşəli bakteriyalar olurlar. Çünki nəfəs yollarında bilirsiniz hava kütləsi olduğuna görə orada da aerob mənşəli bakteriyaların fəaliyyəti sayəsində yarana bilər. Digər xəstəliklər də sadədir. Bir də burada səs tellərinin vəziyyəti bir dənə yadıma çıxdı demək. Yadınıza saxlayın, insan əgər susursa, səs tellərinin vəziyyəti bərabər tərəfli üçbucağa bənzir. Çünki səs telləri birləşmir. Bu anda əgər səs telləri ümumiyyətlə toxunmadığına görə heç bir səslər formalaşmır. Danışdıqda səs telləri bir-birlərinə yaxınlaşır, amma qışqırdıqda və ya yüksək zillə danışdıqda və ya oxuduqda səs telləri bir-birlərinə həddən artıq sürtüldüyünə görə səs tellərinin membranı zədələnir və yerli iltihab reaksiyası baş vermiş olur.